Faşizm. Yəqin ki, bu sözü eşidəndə hamımızın ağlına dərhal konkret obrazlar gəlir, elə deyilmi? Amma gəlin bu dəfə o ilk təəssüratların biraz dərinliyinə enək. Bu mürəkkəb hadisənin sadəcə tərifini yox, onun əsl anatomiyasını, necə yaranıb, böyüyüb, gücləndiyini anlamağa çalışaq. Çoxumuz elə bilirik ki, faşizmin nə olduğunu bilirik. Bu sözü eşidən kimi beynimizdə sanki avtomatik bir reaksiya yaranır, müəyyən görüntülər canlanır. Amma bəlkə də bu ilk təəssüratlar bizi əsas məsələdən yayındırır. Bəli, ilk ağlımıza gələn obraz adətən budur. Bütün gücü, bütün qərarları öz əlində cəmləşdirən tək, qüdrətli bir lider fiquru. Və əlbəttə ki, o liderin ətrafındakı kütlələr, onu dəlicəsinə alqışlayan, heç bir sual vermədən ona tabe olan, sanki hipnoz olmuş bir izdiham. Bu, hamımızın filmlərdən, kitablardan tanıdığı klassik mənzərədir. Yaxşı, amma bir saniyə dayanaq. Bəs bu ilk baxışda çox aydın görünən hekayə əslində gerçəyin sadəcə bir hissəsidirsə, bəlkə də bu obrazlar diqqətimizi əsl səbəblərdən, daha dərin proseslərdən yayındıran bir pərdədir. Bax, məhz bu nöqtədə tarixçi Robert O. Paxtonun yanaşması çox maraqlıdır. O, bizə faşizmə tamamilə fərqli bir prizmadan, tamam başqa bir gözlə baxmağı təklif edir. Paxtonun yanaşmasını fərqli edən əsas məqam budur. O deyir ki, faşistlərin nə dediyinə, hansı şüarları səsləndirdiyinə çox da fikir verməyin. Əsas məsələ onların nə etdikləridir. Çünki faşizm kitabda yazılmış donmuş bir ideologiya deyil. O daima hərəkətdə olan dinamik bir prosesdir və bu prosesi anlamaq üçün sözlərə yox, əməllərə baxmaq lazımdır. Gəlin, lap başa qaydaq, sözün öz kökünə. Çünki faşizm sözünün mənşəyi belə bizim ilkin təsəvvürlərimizi alt-üst edə bilər. Sözün kökü İtalyanca fasciodan gəlir, mənası dəstə deməkdir. Bu isə öz növbəsində qədim Romada dövlət hakimiyyətini və birlikdəki gücü simvolizə edən çubuq dəstəsinə, yəni fassesə bir işarədir. Amma işin ən təəccüblü tərəfi nədir bilirsinizmi? Mussolini bu simvolu mənimsəməmişdən çox-çox əvvəl fassio solçular və respublikaçılar tərəfindən həmrəylik, birlik simvolu kimi istifadə olunurdu. Mussolini sadəcə olaraq bu termini götürdü və onun mənasını tamamilə dəyişdirərək ifrat millətçiliyə bağladı. Yaxşı, bəs 1919-cu ildə Milanda Mussolini'nin ətrafına yığışan bu ilk faşistlər kimlər idi? Onların tərkibi, inanın ki, heç də düşündüyümüz kimi bir cinsli değildi. Bu, vahid bir qrup deyildi, əslində bir narazılar koalisiyası idi. Təsəvvür edin, cəbhədən qayıtmış qəzəbli əskərlər, inqilabçı fəhlələr, avangard sənətçilər, aqressiv millətçilər, onları birləşdirən ortaq bir ideologiya yox idi. Onları birləşdirən tək şey mövcud quruluşa, sistemə olan dərin nifrətləri idi. Onların ilk proqramı isə əsl ziddiyyətlər toplusuydu. Bir tərəfdən baxırsan, qadınlara səs vermə hüququ kimi solçu tələblər var, digər tərəfdən isə aqressiv millətçilik kimi ifrat sağçı hədəflər. Bu, hansısa düşünülmüş bir ideologiya deyildi. Bu, sadəcə olaraq kim narazıdırsa, hamısını bir çətir altına toplamaq üçün hazırlanmış qarışıq bir kokteyldi. Yaxşı, bəs bütün bu ziddiyyətlərin, bu xaosun altında yatan əsas məsələ nə idi? Bu hərəkatı irəli aparan əsl yanacaq, o emosional mühərrik nə idi? Bax, Paxtonun təhlilinin ən can alıcı nöqtəsi məhz budur. Paxtonun argumenti belədir. Faşizm əslində bir fəlsəfə sistemi deyil. O, dəyişkən proqramların və ideologiyaların altında gizlənən, amma özü dəyişməyən bir neçə güclü emosional çağırışdan ibarətdir. O, bunları səfərbər edici ehtiraslar adlandırır. Və hər şey buradan başlayır. Öz qrupunun, öz millətinin daima haqsızlığa məruz qalan bir qurban olduğuna dair dərin bir inanc. Məhz bu inanc, düşmən hesab edilən qruplara qarşı atılan istənilən addıma haqq qazandıran əsas yanacaqdır. Sonra bu gəlir, təbii liderlərə kör-körənə itaət etməyə ehtiyacı. Məntiq, ağıl, müzakirə, bütün bunlar kənara atılır. Yeganə həqiqət, liderin instinktləri onun daxili səsi olur. Və nəhayət, ən dramatik olanı, zorakılığın və sarsılmaz iradənin özlüyündə bir fəzilət, bir dəyər olması inancı. Yəni, zorakılıq artıq zəiflik yox, gücün təcəssümü hesab olunurdu. Bax, bütün bunları birləşdirəndə faşizmin əsl emosional alət dəsti ortaya çıxır. Daimi bir böhran hissi, qurban psixologiyası, bir liderə pərəstiş və gücə, zorakılığa sitayiş. Məhz bu ehtiraslar onun əsl nüvəsini təşkil edir.
Bütün bu nəzəriyyəni bildikdən sonra, gəlin biraz da praktikaya keçək. Paxton bizə faşist hərəkatlarının həyat dövrünü anlamaq üçün çox aydın, 5 mərhələli bir model təklif edir. Bunu bir növ yol xəritəsi kimi təsəvvür edin. Hər şey hərəkatın yaranması ilə başlayır. Sonra o, siyasi sistemə daxil olur, kök salır, real bir oyunçuya çevrilir. Daha sonra çox vaxt başqalarının köməyi ilə hakimiyyəti ələ keçirir. Hakimiyyətdə olanda isə idarə etməyə başlayır və sonda rejim ya durğunlaşır, ya da getdikcə daha da radikal bir formaya keçir. Bu yanaşma bizə sadəcə kiməsə faşist etiketi yapışdırmaqdan daha dərin bir anlayış verir. Biz anlaya bilərik ki, bu proses niyə bəzi ölkələrdə uğurla nəticələndi, digərlərində isə elə ilkin mərhələdəcə boğuldu. Bu, səbəbləri anlamaq üçün çox vacib bir vasitədir. Və bütün bunlar bizi əsas suala gətirib çıxarır. Bəs bu tarixi anatomiya bugünkü dünyanı anlamaqda bizə necə kömək edə bilər? Bu emosional mexanizmləri, bu mərhələləri tanımaq, müasir siyasi hərəkatları daha aydın görməyimizə yardım edərmi? Bu sualın cavabı üzərində düşünmək, bəlkə də heç vaxt indiki qədər vacib olmayıb.